Hava soyuqdur, yavaş-yavaş da qar yağmağa başlayır, dəyərli izləyicilər. Çaylarınızı süzün, yaxın əyləşin. Sizə Reanans Palas'tan 3 otaqlı, daha doğrusu 3 ayrı-ayrı mənzili təqdim edəcəm. Hazırsınızsa, gəlin gözəllik aləminə bir yerdə səyahət edək. Getdik. Bəli, dəyərli izləyicilər, Renans'dan ilk mənzili sizlərə təqdim edirəm. Ümumi sahəsi 68 kvadratdır. Dizayner tərəfindən yüksək səviyyədə təmin olunub, bütün əşyalarla təmin olunub. Bura mənzilin zal studiya hissəsidir, yer döşəməsi parketdir. Gördüyünüz kimi bir hissədə mətbəx mebeli yığılıb, mətbəx mebelinin daxilində soyuducu və qabyan maşın quraşdırılıb. Gəlin mənzilin digər hissəsi ilə də sizi tanış edim. Mənzilin yataq otaq hissəsi fərqli bir üslubda dizayn edilib, yataq mebeli ilə təmin olunub. Bu otağın da yer döşəməsi parketdir və birbaşa bu otaqdan eyvana çıxışı var. Və sonunda mənzilin giriş hissəsi. Girişdə sanuzel otağı yerləşir. Yer döşəməsi istipoldur və girişdə belə bir qardırob yığılıb. Ümumi sahəsi 68 kvadrat sənədi çıxarışdır. Gedirik ikinci mənzili sizlərə təqdim etməyə. Bu da sizə təqdim edəcəyim ikinci mənzil. Çox bəylər düşünür ki, görəsən mən xanımıma nə hədiyyə edim ki, məndən razı qalsın. Heç düşünməyə dəyməz. Gəlirsiniz, bax bu mənzillərin birini alıb, qarşıdan da 8 manat gəlir, hədiyyə edirsiniz xanımınıza. Sizə inandırıram ki, ömrümüzün sonuna qədər həmən xanım sizin başınıza pərvanə kimi fırlanacaq. Bu mənzilin də ümumi sahəsi 68 kvadratdır. Bax, bura mənzilin zal hissəsidir. Gördüyünüz kimi tam gözəl şəkildə dizayn edilib, bütün əşyalarla təmin olunub. Zaldan birbaşa isə keçirik mənzilin mətbəx hissəsinə. Daxilində həm soyuducu quraşdırılıb, həm də qabyan maşın. Yer döşəməsi parketdir. Bura mənzilin yataq otaq hissəsidir. Fərqli üslubda dizayn edilib. Qardırob yığılıb. 2 nəfərlik çarpayı dəsti. Keçirik mənzilin digər hissəsinə. Burada mənzilin hol hissəsidir. Girişi istipoldur və sanuzel otağı yerləşir və belə bir qardırob yığılıb. Bu mənzilin də sənədi çıxarışdır. İndi isə gedirik 3-cü mənzili sizlərə təqdim etməyə. Və dəyərli izləyicilər, 3-cü mənzili sizə təqdimatçı şəkildə təqdim edirəm. İzləyin, sonunda məlumatları sizə verəcəm. Dəyərli izləyicilər, mənzil sizə təqdim olundu və bir müraciət etmək istəyirəm. Vaxt məhdudiyyətliyindən çox mənzilləri gedib çəkib sizlərə təqdim edə bilmirik. Yəni, əziz müştərilər, 1 otaqlı, 2 otaqlı, 3 otaqlı və yaxud 4 otaqlı, köhnə tikili və yaxud təzə tikili olsun, ev almaq istəyən müştərilər. Buyurun, bizə zəng edin, satışda mənzillərimiz çoxdur və yaxud gəlin yaxınlaşın bizim ofisə, biz əlimizdən gələn köməkliyi sizə göstərməyə hazırıq. Sağ olun, salamat qalın. Növbəti təqdimatda görüşənə qədər.